Mən paltar yuyan ustasıyam. Gündə onlarla problemli maşınla qarşılaşıram. Və demək olar ki, hər üçüncü müştəri eyni şeyi deyir. Maşından pis qoxu gəlir. Paltar da o qoxunu çəkir və nə etsəm keçmir. Səbəbi çox sadədir. Bu hissəyə tökülən yuyucu toz su ilə tam həll olunur. İsti su ilə təmasdan sonra yumşalıb palçıq halını alır və boru divarlarına yapışır və rezinlərin arasına girərək kiflənir. Pis qoxu verməyə başlayır. Bir neçə yuma sonra isə o üfunətli qoxu təkcə maşına yox, paltarlara belə hopmağa başlayır. Və sən paltar yumağa vaxt ayırırsan, amma nəticədə paltarlar yenə pislik verir. Bu sadəcə texniki problem deyil, adamı yoran, bezdirən bir hissdir. Mən bu yaxınlarda çox möcüzəvi Yapon brendi olan Bafuri kapsulu ilə tanış oldum. Toz bölməsinə heç nə tökmürsən. Kapsulu birbaşa paltarların üstünə qoyursan, maşını işə salırsan, bu qədər. Paltarları təmiz yuyur, yumşaldır, xoş təravət verir. Ən önəmlisi nə ərq, nə də iyrənc pis qoxu əmələ gəlmir. Əgər sənin maşınından pis qoxu gəlirsə və paltarların pisliklənirsə, o zaman problem maşında yox, sənin yuyucu vasitəndədir. Və mənim sizə məsləhətim, siz də bax bura istifadə edin. Problemləri yaşamayın.